Real TV efirdədir və bildiyimiz kimi Müqəddəs Taxt-Tacın dövlət katibi cənab Petro Parolin həməcə Bakıdadır və Real TV-nin eksklüziv suallarını məhz Petro Parolin cavablandıracaq. His Excellency, nice to meet you in Azerbaijan. Zat aliləri, sizi Azərbaycanda görməkdən məmnunuq. Mən sizin ötən ilin yanvar ayında Vatikanda Allah şükür Paşazadə ilə görüşünüzü xatırlayıram. Odur ki, söhbətimizə də elə bu görüşün bəzi məqamları ilə başlamaq istəyirəm. Bu da Azərbaycandakı multikultural vəziyyətlə bağlıdır. Əlbəttə ki, siz də Azərbaycandakı bu prosesi izləyirsiniz. Maraqlıdır, bu istiqamətdə nələri müşahidə edirsiniz? How would you comment in this case? But I think that this is one of the most precious dimension. Mən düşünürəm ki, Azərbaycanın təqdir edilən qürurlu cəhətlərindən biridir. Bu, Azərbaycan həyatını ifadə edən amildir. Çünki mənim indi buradakı mədəniyyəti birbaşa, şəxsən anlamaq, tanımaq təcrübəm yaranıb və o təşviq olunur. Burada müxtəlif qruplar, etnik və mədəni qruplar arasında əla əlaqələr var. Düşünürəm ki, bu təkcə ölkənin hazırki həyatı üçün çox vacib ölçü memarı deyil. Dünyadakı bütün qruplar arasında sülh üzrə əməkdaşlıq baxımından vacibdir. Bu, yaşadığımız dünya üçün bir modeldir. Biz müxtəlif mürəkkəb ziddiyyətlər görürük. Müxtəlif mədəniyyətlər, dəyərlər, ideyalar arasında. Amma belə bir şəraitdə bir yerdə yaşamaq üçün ciddi səylər göstərən bir ölkə modeli var. Ölkəniz hər kəs üçün nümunədir. To live together, it is a good example for everybody. So, one of the main point of discussing was about the Bildiyiniz kimi Qarabağda 30 il ərzində təkcə məscidlər deyil, xristian məbədləri də ermənilər tərəfindən dağıdılıb. Xristian dininin rəsmi nümayəndəsi olaraq bunu necə şərh edərdiniz? Düşünürəm ki, bununla bağlı sizdə kifayət qədər dəqiq məlumatlar var. destroyed by Armenia during 30 years. You know that the position of the Holy See is very clear. Bizim bu məsələyə münasibətimiz çox aydındır. Bütün dinlərin məbədlərinə hörmətlə yanaşılmalıdır. Bu, bizim mövqeyimizdir. Biz eləcə də bunu Qarabağda, bu bölgədə gördüyümüz vəziyyətə aid edirik. Biz eləcə də mədəni məkanlara hörmətlə yanaşılmanı müdafiə edirik. Çünki bu abidələr insanların özünə məxsusluğudur. Bu, həm də dini azadlıqlar üçün vacib məsələdir. Bu məsələlərin təbliğ edilməsi məqsədini daşıyır. Biz mövqeyimizdə israrlıyıq. İstənilən dini məbədə, ibadət yerinə yüksək hörmətlə yanaşılmalıdır. We insist on that, the respect for every temple, every place of worship. Exactly, you have information about the last Ümumdünya Kilsələr Şurasının ötən ilin sentyabr ayında Azərbaycanla bağlı qərəzli hesabatı haqqında sizə sual vermək istəyirəm. İstərdik bu hesabatla bağlı fikirlərinizi bildirəsiniz. Bütün Qafqazın şeyxi də sizinlə görüşündə bu barədə danışıb. Hansı hesabatdan söhbət gedir? About the report of Karabakh War. İkinci Qarabağ müharibəsi ilə bağlı By hesabat. the Council of Church. Bəli, bu barədə şeyx də danışdı. Amma həmin hesabatın mətni ilə tanış deyiləm. Ona görə də hazırda hər hansı münasibət bildirə bilmərəm. Make any commentaries on that. Till today, Armenia Bugünə qədər Ermənistan mina xəritələrini Azərbaycana təqdim etməyib. Son 3 il ərzində xeyli insan məhz bu səbəbdən mina terrorunun qurbanı olub. Ermənistanın bu dırnaqarası fəaliyyəti nədən xəbər verir? Onu da qeyd edim ki, Azərbaycan bununla bağlı dəfələrlə Ermənistan tərəfindən müraciət edib. We want peace. Baxın, biz sülh tərəfdarıyıq. Mən Azərbaycandan sonra Ermənistana gedirəm. Bu mənim səfərimin tərkib hissəsidir. Biz sadəcə kömək etmək istəyirik. Biz sülhün təşviq edilməsində kömək etmək istəyirik. Düşünürəm ki, bu bütün regionda uzun müddətli sülhün yaranması, birgə yaşamaq baxımından sonuncu məsələdir. Burada hər bir şey bu məqsədlərə həvəsləndirilməlidir. Məqsəd bu xəttin üzərində olmalıdır. Biz şərh vermək niyyətində deyilik. Biz
Bu baxımdan dialoqa və sonucda sülhün yaranması üçün faydalı addımlar atmağa çağırırıq. That can be useful just to put an end. Vatican between Azerbaijan and Armenia. Belə bir qənaətə gəlirik. Sizin Azərbaycana və Ermənistana səfərinizi iki ölkə arasındakı sülh prosesinə dini müstəvidən fayda verəcək səylər kimi qiymətləndirə bilərikmi? By religion dialogue. Yes, of course, but you know how many times the Pope Bəli, əlbəttə. Bilirsiniz ki, bir çox zaman Papa bu məsələ ilə bağlı öz qayğısını ifadə edib. Hər iki tərəfi münaqişəyə son qoymaq üçün yollar axtarmağa çağırıb. Münaqişə bitib. Uzun müddətli sülh qurulmalıdır. Əlbəttə ki, sülh prosesinə töhfələr olmalıdır. Təbii ki, biz siyasi məsələlər baxımından yox, ümumiyyətlə bu istiqamətdə faydalı ola biləcək hər bir addımı təqdir edirik. helpful just to that direction. Vatikan olaraq Ermənistan tərəfindən sülhün bərqərar olması üçün konkret hansı təklifləriniz olacaq? Bizim təkliflərimiz Bəli, sülhün qurulması üçün Ermənistana konkret təkliflər verəcəksinizmi? For two countries for restore peace in this region. Yes, I think that the first əlbəttə ilk növbədə etimad məsələsi. Hər iki tərəfdə etibarlılıq olmalıdır. Bir daha deyirəm, istənilən təşəbbüs əlverişli həllərin qurulması üçün kömək etməlidir. For a solution, a lasting solution. And how would you comment the efforts of President İlham Əliyev to restore peace in this region? Prezident İlham Əliyev Cənubi Qafqazda sülh prosesi üçün faydalı ola biləcək istənilən təşəbbüsləri dəstəkləyir və onların inkişafına zəmin yaradır. Siz də yəqin ki, bunu izləyirsiniz. Efforts for peace process in Caucasus. But I think that has a serious intention. Biz əslində bu niyyətin nəticəsini müşahidə edirik. Biz sülhün həllərinin axtarılması ilə bağlı təşəbbüslərinizə çox şadıq. Bunu sülh həlləri üçün vacib predmet hesab edirik. Search for peace, and that the president is expressing this search for peace. And I would like to mention about the role of Heydər Əliyev. Heydər Əliyev fondu bugün Vatikanın tarixindədir. Vatikanın tarixi ilə bağlı olan abidələr bərpa olunur. Biz Vatikanda olanda fond tərəfindən bərpa olunan çoxlu katakombalar, abidələr çəkmişdik. İstərdik Heydər Əliyev fondunun bu tarixi missiyası barədə bir neçə kəlmə söyləyəsiniz. Ümumiyyətlə, hazırda hansı işlər aparılır? But of course, so far there were some jobs. Əlbəttə, biz fond tərəfindən bu istisnada dəstək verilən bir çox layihələri qeyd edə bilərik. Bunlar çox yaxşı layihələrdir. Mən sizin də qeyd etdiyiniz kimi katakombaları, məsələn, nümunə olaraq qeyd edə bilərəm. Yeni layihələr haqqında hələ ki nəsə deyə bilmərəm. Amma biz Mədəniyyət Naziri ilə yeni təşəbbüslər barədə müzakirə apardıq. Bu müzakirələr müqəddəs taxtacla Heydər Əliyev fondu arasında əməkdaşlığın davam etməsi, dərinləşməsinə xidmət edəcək. Onu da qeyd edim ki, yaxın aylarda biz daha nələrin həyata keçirilməsinin mümkünlüyünü görəcəyik. We will see what is possible to do. And my last question about diplomatic relation between two countries, because 2 years ago Buradan mən diplomatik əlaqələrə keçid etmək istəyirəm. 2 il bundan əvvəl Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı ilə Vatikanda Azərbaycanın səfirliyi təsis olundu. Hazırda səfirimiz orada fəaliyyət göstərir. Perspektivdə nələr var? Diplomatic relation between two countries and benefit of embassy in this case. That it was, we consider the opening of the Biz hesab edirik ki, müqəddəs taxtaca Azərbaycan səfirliyinin fəaliyyətə başlaması hər iki tərəfin diplomatik səyləri üçün təqdirə layiq addımdır. Əslində, hər bir ölkə bu addımı atmır. Biz həqiqətən də çox şadıq ki, Azərbaycan bu təşəbbüsə sahib olaraq sözü gedən addımı atıb. Mən düşünürəm ki, biz hər iki tərəf olaraq aramızda əlaqələrin inkişafını yüksək səviyyəyə çatdırmışıq. Sizin fövqəladə səfirinizlə əlaqələrimiz, dialoq imkanlarımız var. Mən düşünürəm ki, indi biz çox yaxşı mərhələdəyik. Ölkənizin bu addımı çox təqdirə layiqdir. Contacts, communication, dialogue and so on. I think that is a good step forward.
Bizim telekanalımız vasitəsilə müqəddəs taxtacın nümayəndəsi kimi Azərbaycan xalqına sözünüz, arzularınız nə olardı? Yes, I greet everybody, the people who are watching your television. Mən üzümü sizin tamaşaçılarınıza tuturam. Onlara ən xoş arzularımı çatdırıram. Mən onların hamısına Tanrının xeyir duasında olmalarını diləyirəm. Bilirsiniz ki, müqəddəs taxtac hər bir ölkədə, hər bir ölkənin daxilində dialoqu, qarşılıqlı anlaşmanı təşviq edən hər kəsin dostudur. Peace among people, among group of people inside every country. Thank you so much for interview. Zat aliləri, sizə dərin təşəkkürümüzü bildiririk. Ötən il müzakirə edilmiş məsələlərin inkişafı ilə bağlı Bakıda sizə sual ünvanlamağımızdan qürur duyduq. Bir daha təşəkkürümüzü bildiririk. Mən təşəkkür edirəm. Söhbətimiz müqəddəs taxtacın dövlət katibi cənab Petro Parolin idi. Salamat qalın.